Sonra sizə bu barədə deyə bilərəm ki, burada Koreyada bizim dövlətimiz, yəni Neft Fondu burada gördüyünüz bütün xərclərin hamısını qarşılayır. Ümumiyyətlə sizin universitetdə, Azərbaycan universitetində əldə edəcəyiniz çıxa biləcək xərcləriniz olsun. Düzdür, orada belə bir xərc yoxdur. Yəni dövlət sifarişdə oxuyursunuz bir növ belə deyim Azərbaycanda. Buraya isə gəldiyimizdə isə yenidən bütün burada yaşam xərcləriniz hamısı qarşılanır. Buna bilet pulunuz, ondan sonra viza pulunuz, sığorta pulunuz. Bilirsiniz olaraq ki, bizə hər ay ödənişi verirlər. 2200 neçə manat eləyir. Və bu pul mən deyərdim ki, burada yetəri qədər bəsdir. Plus bizim proqram belə bir gözəl özəlliyi var ki, bura gəlməmişdən qabaq birinci kursda biz bura 3 həftəlik gəlmişdik. Həmin 3 həftəlik müddət mən deyərdim ki, biraz daha həvəsləndirici məqsəd daşıyır. Bura gəldik, burada nə? İdman dərsləri var idi. Bəzilərimiz bizneslə bağlı olan dərslərə girdi, bəzilərimiz idmanla bağlı olan dərslərə. Əgər seçilsəz idmanla olan seçin, bizneslə olan o qədər yaxşı deyil. Sonra sizə deyim ki, həmin 3 həftəlik müddətlər yenə hər şey qarşılanırdı. Bilet pulları daxil olsun, yenə burada yaşam xərcləriniz daxil olsun. Hamısı qarşılanır və həmin 3 həftəlik müddət maraqlı müddətdir.